qıvançlı, xoşbaxt olsun da. Miriş! Gel sayın aparım da! Sən ged, mən tələsirəm. Sana, mən sənə demək istəyirdim ki... Elə mən də. Nəyi? Səni sevdiyimi. Hə, elə mən də. Onda axşam gələrsən. Hara? Ura! Qaçır, deyəsən marafona Sən hazırlaşır. ged, mən tələsirəm. Hə. Amma bəzən o qaçmaq da belə deyək, o avtomobildən daha tez getmək olur tıxaclarda. Amma bu başqa mövzudur. Bizim mövzumuz hal-hazırda qaçışdır. Bakı marafonundan istəyirik sizə söhbət açaq, əziz tamaşaçılar, əziz idman sevərlər, gənclər, özlərini gənc hiss eləyənlər, diqqət kəsilin ekranları. Azərbaycanın ilk marafonçusu, daha doğrusu Azərbaycanın ilk Ironman-i marafonçu Firdovsi Kərimov bugün bizim qonağımızdır. Sabahınız xeyir olsun. Görək studiyaya necə daxil olacaq Firdovsi müəllim? Firdovsi müəllim, buyurun. Çox təbii şəkildə qaçaraq marafona Xoş hazırlaşırıq, bilirik. Hazırlaşırsınız, biz bunu bilirik. Ona görə də qaçışınız da bura. Vaxtdan istifadə elədi də, burada da hazır. Fürsəti dəyərləndirmək lazımdır. Çox sağ olun, çox sağ olun dəvətə görə minnətdaram sizə. Xoş Necə gəldiniz. gedir işlər, hansı mərhələdədir? Bu dəqiqə deməli biz marafonçular bilirsiniz də Bakı marafonu 4 mayda Bakı marafonu olacaq Başlayacaq, və əlbəttə ki bir Bakı marafon klubu olaraq biz bu Bakı marafonu 2025-ə çox şövqlə hazırlaşırıq. Hazırlıq məşqləri keçirik. Yeri gəlmişkən heç vaxt qaça bilməyən insanlar bizə qoşulurlar və artıq 4 mayda inşallah da onlar 21 kilometr qaçacaqlar. Və bəzi insanlar var ki, artıq neçənci dəfədir bu marafona qoşulurlar və hər dəfədə daha çox məsafəni qət etməyə bacarırlar. Tamamilə doğru, düzgün buyurur Səbinə xanım. Deməli, Bakı marafonu ümumiyyətcə bu bir ənənədir. Bilirsiniz, bu bir dünyada baş verən bir ənənədir. Bu sağlam həyata, fəal həyat tərzinə insanları cəlb eləməkdir. Və biz də bir klub olaraq 2015-ci ildə yarandıq və həvəskarlar arasında hərəmizin bir işi var, əsas işimiz var, jurnalistimiz var aramızda, müəllimimiz var, mühəndisimiz var, həkimimiz var. Tanınmışlar da varmı? Əlbəttə ki var. Sizin həmkarınız bu yaxınlarda yeri gəlmişkən 16 Mart tarixində Azərbaycanın ilk jurnalisti marafonçu adına layiq oldu Ayaz Mirzəyev. Yəqin tanıyırsınız. Bəli, və bu da çox belə şövqlə qarşılandı və o son finişi yeri gəlmişkən Ayazla mən qaçırdım bir yerdə. Biz birlikdə qaçdıq, Roma marafonunu qaçdıq. Roma marafonu ümumiyyətcə dünya üzrə top 10 marafonlar sırasındadır. Həm insan sayına görə, həm təşkilatçılıq baxımından görə. Həm marşrutuna görə. Marşrut əlbəttə ki, təsəvvür edin ki, Romanın o gözəl abidələri düz önündən keçir. Bilirsiniz, marafonun gözəlliyi də odur. Baxın, əgər götürək bizim marafonu indi. Düzdür? Şəhərimizin ən gözəl yerindən qaçırıq biz. Mən hər zaman bunu deyirəm və gələn qonaqlarımız, xaricdən gələn qonaq, çox bəyənir bizdə olan marşrutlar. Yeri gəlmişkən, hardan başlanğıc nöqtəsi? Bayraq meydanından başlayır. Bayraq meydanından, təsəvvür edin ki, bax, təsəvvür edin ki, Rəşad bəy. Bayraq meydanından başlayır. Siz bulvarla qaçırsınız dəniz bu tərəfdə, yaşıllıq bu tərəfdə. Zolağı, bəli. Yaşıllıq zolağı. Və siz də qaçırsınız ortada. Bu, ümumiyyətcə, başqa bir hissdir. Və sizinlə bərabər də 10 minlərlə insan qaçır. Bu güc mənbəyidir, həm də təbiətdən güc alırsan, gözəlliklərdən güc alırsan. Mən uşaqlıqda qaçırdım, mənim yadımdadır, idman dərslərində, bu bizim OİK-in stadionuna yaxın idi, 20 nömrəli məktəb. Biraz insanda təngi nəfəslik, biraz ağrılar olur, biraz o fobiya var məndə. Məsələn, yəqin ki, mənimlə bu hissi keçirənlər də var. Siz nə tövsiyə eləyərdiniz? Tam razıyam sizlə, bu da normaldır. Mən sizə deyim, həmin o ağrılar, yüngül ağrılar, bu normal bir məsələdir. Biz ona görə birdən-birə heç vaxt dəvət eləmirik sürətli qaçmağı. Bəli. Yəni, belə deyək də, siz heç vaxt bu başlarkən mənim sürətimdə qaça bilməzsiniz. Qaçsaz belə, sonra ağır travmalar olacaq sizdə. Firdevs bəy, səhv etmirəmsə 15-20 dəqiqədən sonra ciyərlər açılır, artıq sən özü daha yüngül, daha rahat nəfəs alırsan. Qaçışdan öncə mütləq isim hərəkətlər edirik. Təlimlər keçirilir mi bax öncədən? 100%. Qaçışdan öncə növbəti təlimimiz yeri gəlmiş, yəni sabah olacaq. Axşamüstü Süleyman Sarayın qarşısında biz qarşılaşırıq. Orada qəşəng isim hərəkət edirik. İsimə də nədən başlayır? Bax, təpədən dırnağa qədər başlayır. Bəli. Biz isim hərəkətləri eləyirik. Əzəllərimizi hazırlayırıq. Ondan sonra 2 dəqiqə, 3 dəqiqə nəfəs
nəfəs məşqlərini eləyirik. Nəfəs Ay texnikası. sağ ol. Ondan da sonra yavaş-yavaş başlayırıq qaçmağa. Burunla Və nəfəs o alıb yavaş-yavaş ağızdan nəfəsi qaçdığınız verir. görüntülər də Ay sağ ol, bəli, bəli. Baxın, məşqlər Bax, bu necə artıq gedir, bizim biz bir izləyirik. layihəmizdir. Biz qərara gəldik ki, Bakımızda bilirsiniz nə qədər qaçış yerləri var. Bəli. Heç biz bunu bilmirdik. Biz başladıq araşdırmağa. Bakımızda nə qədər park var, nə qədər qaçış üçün məkanlar var. Bax, bu gördüyünüz bu dəqiqə bu mərkəzi parkdır. Bəli, və hər Mərkəzi birində də park, yaşıllıqlar arasında xüsusi zonalar, xüsusi Bəli, yollar siz, var ki, mən həmişə deyirəm, istər bilirsiniz- velosiped zolaqları, istərsə də Mən piyadalar hər zaman qaçış dostlarımıza üçün deyirəm ki, nəzərdə tutulur. dostlar, bəhanələrə son. Özü bu gözəl, parkın bəli. relyefi gözəldir ya. Bəli, bəli. Enişləri var, yoxuşları var. Bu yaxınlarda Dədə Qorqud Parkın önündə park açıldı yeni. Orada qaçdıq. O nə gözəl idi. Orada ümumiyyətcə xüsusi qaçış zolaqları da var artıq. Yumuşaq, belə deyək, yumuşaq örtük var qaçış Bəli. üçün. Orası möhtəşəmdir. Sonra biz qaçdıq Heydər Əliyev mərkəzinin ətrafında. Oy, orada Çox çox gözəl. gözəldir, gözəl. bəli. Bax bu, bax görürsüz necə əhval-ruhiyyədir uşaqlarda. Uşaqlar deyəndə ki, bizim bir doktorumuz var, görürsüz? Bu bilgətdədir dostlar. Bu bilgətdədir artıq. Bizim doktorumuz var, özü həkimdir, 67 yaşı var. Adam Gözəl. 16 martda belə Barcelona marafonunu qaçdı. Çox gözəl bir sual yarandı buradan. Neçə yaşından etibarən qoşulmaq olar Bakı marafonuna? Baxın, mən sizə, Bakı marafonu ümumiyyətcə reqlam üzrə Bəli. 18 yaş qoyulub. Çünki bilirsiniz, uşaq bədəni hələ formalaşmır. Bu uzun məsafəli qaçışdır. Bəli. Bu 2 kilometrlik, 3 kilometrlik qaçış deyil. Bu 21 kilometr qaçış nəzərdə tutulur deyənə. Minimum. Yarım marafon minimum, bəli. Ona görə biz uşaqlara tövsiyə eləmirik belə uzun məsafələrə qaçmaq. Bu hardadır? Gəlmiş. Bu biz hardadır? Bayrağı da. Bu Valentin şəhəridir. Valentinin anadan olan şəhəridir və 14 fevralda keçirildi marafon. O həmin marafonda... Və siz də Azərbaycanı təmsil edirsiniz bayrağımı. Bilirsiniz, marafon ümumiyyətcə bax belə bir şeydir ki, mən hər zaman bunu deyirəm dostlarıma da ki, marafona biz gedirik Azərbaycanlı olaraq. Və çox bir maraqlı məqam var. Baxın, mən sizə deyim. Marafon öncəsi bütün iştirakçıları olan ölkələrin bayraqları vurulur. Və təsəvvür edin ki, mən gedirəm, Bəli. Azərbaycan bayrağı ora bir dənə mənə görə vurulur. Çünki mən Azərbaycanın tək iştirakçıyam. Necə böyük məsuliyyət, necə böyük xoşbəxtçilik. Fəxr, Bəli. bilirsiniz, elə fəxr edirsən ki. Və belə, bu saat deyim sizə haradır? Bu Romadır. Artıq sayılarını itirib Firdevs Həmin müəllim, Rom marafonudur. 75 beynəlxalq marafonda iştirak eləmişəm. Məqsədim 100-ə çatmaqdır. Yeri gəlmişkən 76-cıya hazırlaşırsınız. Bu bazar günü Belçikaya yollanırsınız. Belçikada bilirsiniz necə olacaq? Avropa çempionatı olacaq. bəli. Brüsseldə də orada. Brüsseldən Lübün şəhərinə. Elə qaçışlar da var. Nə qədər Hətta məsafə? 42. 42 rəsmi marafon məsafəsi dostlar 42,2 kilometrdir. Yeri gəlmişkən bayaq o sualda necə idi? 18 yaşından başlamaq 100%. və daha irəli yaş dönəmi. Bəli, bəli. Amma onun limiti yoxdur. Limiti yox. Bizdə bir Tariq dayı var. Oy, Tariq dayı bizim fəxrimizdir. 86 yaşı var adamın. Adam marafon qaçır. Arıq bir kişi olmalıdır. Bəli. Hər marafon, Bakı marafonunda iştirak eləyir və hər Bakı marafonu finiş. O da şəhərlər arası qaçır. Mən onun haqqında oxumuşdum. Sumqayıt, Bu həmin bayrağı danışıram bu dəqiqə. Bu dəqiqə orada videoda bax bizim bayraq meydanındayıq Bəli. və o bayrağımızı hər marafonda gedəndə ucaldırıq biz orada. Və mən bilirsiniz ingilis dili müəllimi olduğum üçün də peşə üzrə. Mən çox rahat danışıram müxtəlif ölkələrin nümayəndələri ilə və qaçış zamanı danışıram. Birinci nəyə görə danışıram? Çünki mən ölkəmə istəyirəm daha harda maraqlı marafon var. Daha təcrübəli insanlardan. Bu qaçış prosesi gedə-gedə danışırsınız. Biz hər zaman danışırıq. Ümumiyyətcə Mən deyirlər ki, iştirakçılar danışmaq olmaz. Çünki əgər siz qaçış vaxtı danışırsınızsa, deməli sizdə hər şey əladır. Daxildə. Yox, əgər siz qaçış vaxtı tənginləməsi olub danışa bilmirsinizsə, Deməli, nəsə düz getmir. Sürəti biraz azaltmaq lazım. Firdevs müəllim, bu stresi də azaldır danışmaq. Bax, mən sizə deyim, Həyəcanı, stresi ümumiyyətcə stresi. mən həmişə deyirəm, mənim, biz işləyirik, işdə müəyyən streslər olur. Bəli. Və stresdən ümumiyyətcə azad olmağın ən gözəl yolu kimi qaçışı mən görürəm. Çünki hər axşam işdən sonra və yaxud hər səhər bilirsiniz də bu kortizol hormonu var, bu stres hormonudur və artıq biz səhər dururuq, biraz qaçışdan sonra
bir 50 dəqiqə qaçışdan sonra sən artıq özünü gümrah hiss edirsən və günə hazır hiss edirsən. Endorfin də başlayır. Ay, o artıq İfraz qaçışdan sonra. O qaçışdan sonra endorfin hormonu əlbəttə ki. O elə biz ona görə marafon qaçırıq dostlar. Məsələn, cibində nə qədər pul itirmirsən, heç qorxusu yoxdur. Tək ki, canım sağ olsun. Tamamilə O xoşbəxtlik. doğrudur. Tamamilə doğru Rəşad. Bir də ki, bilirsiniz, mən həmişə euforiya. O marafonun, bizdə də o var artıq. Marafonda son 200 metr qalanda, bura Dubaydır. Marafona son 200 metr qalanda, bura Almanya'ydı dostlar. Müxtəlif yerlərdə, inanırsınız, ben baxıram bu dəqiqə heç yadımda qalmıyor ki, harada. 70'dən çox, görürsünüz artıq var mı? Son 200 metrdə finişdən öncə, dostlar, qırmızı xanı olur. Və ona deyirlər euforiya, marafon eyforiyası. Təsəvvür edin, 42 kilometr ərzində insan bir çox hisslər keçirir. Bir çox özünə qalib gəlməyə çalışırsan. Mən məhz ona görə marafonlara qaçıram. Mənə o hiss çox istəyirəm, onu hiss edeyim. Müəllim, siz fədaisiniz, siz bu işin artıq ustasısınız. Necə deyərlər, masterində də, bax, belə deyək, mütəxəssisinə çevrilmişsiniz. Bunlar öz yerində. Amma 42 kilometr dildə deyirik, ürəyi zəif ola bilənlər var. Məsələn, müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkənlər var. Bunun üçün necə müraciət eləmədilər? Həkim olmalıdır, ona görə mən demişəm ki, biz yavaş-yavaş qaçışdan başlayırıq, hər zaman. Misal üçün, siz mənə desəz ki, necə ki, Ayaz bəy, sizin həmkarınız mənə dedi ki, Firdovsu müəllim, mən qaçmaq istəyirəm. Deyirəm, Ayaz bəy, gedək qaçaq. Birinci dəfə biz qaçdıq 3-4 kilometr. Özdə necə, qaçırıq, dayanırıq. Çünki mən o qaçış zamanı onun nəfəsindən hiss edirəm. O, siz dediniz problemləri və əlbəttə ki, ürək döyüntüsü, ürək döyüntüsü, bizdə puls var. Pulsumuza baxırıq hər zaman saatımızda, hər zaman. O pulsun, belə deyək ki, 10 saniyədə nə qədər vurmalıdır? 10 saniyədə mən deyə bilmərəm, mən dəqiqəyə deyə bilərəm ki, 140-150 arası. 140-150. Amma məndə biraz çox ola bilir, misal üçün. Mənim biraz kilom olduğum üçün. İdman zamanı 120 vurur. Mən idmanda yoxlayıram. O əladır. Yaxşıdır. Deməli, sizin formanız tam fitdir. Bəlkə mən də gəlim. 120 bilirsiniz nədir? 120 superdir. Deməli, necədir formula? 220'dən çıxırsınız yaşınızı. Misal üçün, mənim 28 yaşım var. Bəli. Misal üçün deyirəm. Bəli. Deyəsən olmayıb da hələ. Hələ olmayıb, düz deyirsiniz. Məndən böyüksünüz ki. Doğru. Nə güzel. Biz o 220'dən çıxırıq yaşımızı və o qalan, o bizim maksimum ürək döyüntümüzdür. Artıq əgər qalırsa 180, deməli 180'dən çox qaç olmaz. Olmaz. Artıq olmaz, bəli. Olmamalı 180'dən. Amma sizdə 120'sən, nə xoş sizin halınıza. Çox sağ olun. Şəxsən məndə heç 120 olmur heç. Mən başlayıram qaçı 120'dir. Biraz gedirəm 130'a qalxır artıq. Və bu da normaldır. Bu da normaldır əslində. Çox sağ olun, çox sağ olun. Amma düz deyirsiniz, o söhbətimizin əvvəlinə qaysaq, Bakının elə gözəl relyefi var, elə gözəl mənzərəsi var. Bax, bu mənzərə mənim çox xoşuma gəlir. Bax, bu körpüdən düşürük və belə göydələnlərin arasından. Bax, görürsünüz. Bax, görürsünüz yaşlıların üzrə. Çox bəyənirlər. Bilirsiniz nə qədər insan Bakıya məhz Bakı marafonu üçün gəlirlər. Mən axı danışıram. Ümumiyyətlə, nə deyir əcnəbilər Bakı marafonu üçün? Hansı fikri, hansı əsas meyarı götürürlər ki, məsələn, Bakı marafonu Brüssel və yaxud Roma və yaxud Paris marafonundan seçilir. Neyinə görə? Baxın, mən sizə deyim. Misal üçün, elə insanlar var ki, onlar çox qaçırlar, mənim kimi. Biz marafonları çox qaçmışıq. Yəni, elə İstanbul marafonu mən 5 dəfə qaçmışam. Eyni marafonu. Biz artıq yeni landşaflar istəyirik. Biz artıq yeni məkan istəyirik qaçış üçün. Ola bilər Azərbaycanın başqa şəhərlərində olsun. Əlbəttə. Tutaq ki, Sumqayıtda buna imkan verir. Mingəçevir, Riverside. Birincisi, biz Mingəçevirdə triatlon yarışı keçirmişik. Həm də mən Ironman'əm axı. Mən həm də triatlonda da varam deyənə. O nə terminlərdir? Bir açıqlama verin, zəhmət olmasa. Baş üstə. Ironman, bu nəçə bir möhtəşəm bir möfhüm. Mən sizə bu saat danışacağım. Deməli, dostlar, Ironman, dəmir adam. Niyə dəmir adam deyirlər? Çünki bu dəmir adamlar, təsəvvür edin ki, 3,8 kilometr üzməlidirlər. Ondan dərhal sonra, Rəşad bəy, dayanmadan 180 kilometr velosiped sürməlidirlər. Bəli. Buradan elbin ki, qusara, dayanmadan. Və ondan da sonra, Səbinə xanım, bu azmış kimi, düşürsən velosipeddən, qaçırsan.
42 kilometr qaçırsan. Vay, Bu güzel neçənci deyirəm. ildə baş verir Firdevs müəllim? Neçə yaşınız vardı və ümumiyyətlə bu sağlamlığınızı, Aha. maşallah, nəyə borclusunuz? Bax, bu güclümana Mən olan. sizə deyim dostlar, gözəl Hansı kadrlardır. illərdə Bakı təsəvvür marafonumuzda. edirdi, belə deyim. Mən sizə deyim, mən sizə deyim. Yox, mən bilirəm ümumiyyətcə axı bu məqam heç bir- tamaşaçılar üçün maraqlıdır. İndi bu heç bir sual onlarda idmanı yarar. keçmişi olmayan insanam. Bəli. Heç bir idmanı Çox keçmişi gözəl bir örnəkdir yerinə. Özüm müəlliməm. Çox doğru, bəli. İngilis dil müəllimiyəm. Və mən sadəcə bu xaricdə təhsil aldığım üçün, xaricdə tez-tez getdiyim üçün mən gördüm ki, bu cəmaat çox topa şəklində qaçırlar. Bax belə, qaçırlar. Bax görürsünüz, bax bu da çox gözəl bir tədbirdəndir. Bax görürsünüz bizə qoşurlar. Təcrübələr var idi. Bəli. 100%. Qaçırlar. Mən dedim, niyə mən onda heç az gəzə bilirdim, qaçı da bilmirdim heç. Nə danışdım, mən qaçmaq ümumiyyətcə məni yad idi. Mən ancaq Açığı kitab deyim, oxuyacam, xətrinizə dəyməsin. Buyurun. Bir ümumiyyətlə bir salam verəndə, biraz əvvəl görüşəndə o təəssüratı bağışlamadınız insana. Amma söhbət əsnasında mən gördüm ki, siz bu sahənin fədaisisiniz. Mən Könül vermisiniz bu işə. bilirsiniz nə qədər insanın o ilkin təəssüratını mən dəyişmişəm. Hamı elə bilib ki, Darmadağın elə. nə qədər mən mərc udmuşam. Hesabına. Təsəvvür edin ki, bax qayıdıram Iron Manə. Bəli. Mən dedim, yəni bunu eləmək mümkündürmü insan olaraq? Gerçəkdən. Bəs Və bunun hamısını siz eləməlisiniz 16 saat ərzində. Aydındır, çox maraqlıdır. Nə Firdevs müəllim, olsun? fiziki hazırlığınız var idi. Yəni, müəyyən baş- bir vaxt verirdi sizə ona hazırlaşmaq üçün, yoxsa Mən necə? sizə belə deyim də, məndə ümumiyyətcə prinsiplər var da. Birinci prinsip ki, mənim işimdən ayrılmamalı deyiləm. Bəli. Bu mənim hobbimdir, bu mən həvəskaram. Bu mənə, belə deyək də, işim deyil mənim bu. Bəli. Okay? İkinci, mən həmişə ailəmə çox vaxt sərf etməyi xoşlayıram. Ondan ayrılmamaq şərtim var idi. Bəli. Üçüncüsü də, mən özüm canıma qulaq asıram. Misal üçün, əgər Daxili dururam... səsinizə qulaq Daxili asırsınız. səsimi, bəli. Səsinizə. Əgər dururam, görürəm ki, mən bu günləri özümü biraz narahat hiss edirəm, mən deyirəm, Fred, canın sağ olsun. Bugün dincəlirəm. Və bizdə İnsan ən yaxın dostu elə özü və olmalıdır. inandırsınız ki, Əsəbləşəndə yəqin qaçırsınız. təsəvvür edin ki, Sevinəndə təsəvvür qaçırsınız. edin ki, Rəşad bəy, 2016-cı ildə, axı onda Azərbaycanda qaçış, həvəskar qaçış bu qədər inkişaf eləməmişdi. Həvəskar velosiped sürməyi inkişaf Görün, nə eləməmişdi. qədər adam var. İndi maşallah bəs necə? Bunu mən tək məşq eləmişəm. Bir məşqsiz, tək. Çox Və bunu gözəl. getdim elədim. Əzminizə heyranım. Və Fransanın Vichy şəhərində finişə çatdıqda mənim bir sloqanım var. Finiş çatdıqda mütləq Azərbaycan sözünü deyirəm. Aa, nə Mükəmməl, gözəl. təşəkkür Məncə edirik bundan sizə. sonra heç nəyə söyləməyə ehtiyac yoxdur. Yalnız və yalnız əziz tamaşaçılarımız qoşulursunuz bu marafona. Qonağımıza buradan uğurlar arzulayırıq. Çox sağ Bilirik olun. ürəyiniz doludur. Çox sağ olun, Amma çox inşallah sağ olun. marafonda görüşərik. Çox sağ olun. Biz sizlə hər görüşürük marafonlarda. İnşallah görüşərik. Sağ olun. İnşallah, təşəkkür Sağ olun. edirik və ümid edirik ki, növbəti görüşümüz Firdevs müəllimlə olanda başlayanda o artıq 100-cü marafonu rəsmi Allah olaraq qoysa. keçirmiş olacaq. Uğurlar arzulayırıq sizə. Minnətdarıq.